31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibətilə Respublika ərazisində qeyri-iş günləri elan olunmasına baxmayaraq, Sumqayıt şəhər Təmizlik Departamentinin əməkdaşları gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir. Şəhərin sanitar təmizliyi və abad görünüşünün qorunması məqsədi ilə bütün ərazilər xüsusi nəzarətdə saxlanılır. İşlər fasiləsiz şəkildə həyata keçirilir. Təmizlik Departamentinin əməkdaşları növbəli qrafik əsasında çalışaraq şəhərin bütün küçə və prospektlərində, park və məhəllələrində yüksək məsuliyyətlə xidmət göstərir. İdarə tərəfindən tərtib olunan iş qrafikinə uyğun olaraq əməkdaşlar ərazi üzrə bölünüb, nəzarətçilər isə daim iş başındadır. Bu da təmizlik və səliqə səhman işlərinin operativ və keyfiyyətli aparılmasına imkan yaradır. Qeyd etmək lazımdır ki, Təmizlik Departamenti yalnız öz balansında olan sahələrdə deyil, eyni zamanda bələdiyyələrin və icra nümayəndəliklərinin ərazilərində də təmizlik işlərini həyata keçirir. Bu sadəcə xidməti vəzifə deyil, vətənini, millətini və doğma şəhərini sevən insanların nümunəvi fədakarlığıdır. Departament əməkdaşlarının əməyi sayəsində Sumqayıt şəhəri bayram günlərində də səliqəli və abad görünüşünü qoruyub saxlayır. Bütün bu işlər Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun tövsiyə və tapşırıqlarına uyğun olaraq yüksək səviyyədə təşkil edilir. Şəhər rəhbərliyinin daim diqqət mərkəzində saxladığı təmizlik və abadlıq sahəsində görülən işlər Təmizlik Departamentinin peşəkar kollektivi tərəfindən layiqincə icra olunur. Fədakar əməyə, məsuliyyətli xidmətə görə Təmizlik Departamentinin bütün əməkdaşları xüsusi ehtiram və təşəkkürə layiqdir. Şəmsdan Fikrətli Elbrus İsmailov, Bugün informasiya proqramı üçün.